Salam hörmətli abituriyentlər. Bu videomuzda sizlərə Azərbaycanın 1901 və 1920-ci illər dövrünü əhatə edən 30 suallıq mövzu sınağının izahına baxacağıq. Qeyd etmək lazımdır ki, bu suallar sınaqdakı sualların hər biri qəbul əhəmiyyətli suallardır və bu suallara diqqət yetirmək lazımdır xüsusilə. İlk növbədə başlayaq birinci sualdan. Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi dövrünə aid deyil. 1914-1918-ci illəri əhatə edir 1-ci Dünya müharibəsi və Azərbaycan Demokratik Firqəsi ilk dəfə 1917-ci ildə fəaliyyətə başlamışdı müstəqil bir partiya kimi. Cənubi Azərbaycan ərazisinə 1-ci Dünya müharibəsi illərində həm Rus, həm İngilis qoşunları da daxil olmuşdu, doğrudur. İlk dəfə qanunverici hakimiyyət orqanları olan əncümənlərin fəaliyyətə başlaması Cənubi Azərbaycanda məşrutə inqilabı dövrünə 1905-11-ci illər aralığına aiddir. Xiyabaninin başçılığı altında Milli Azadlıq Hərəkatı isə 1917-ci ildə başlamışdı və muxtar qurum kimi fəaliyyət göstərmiş milli hökumət isə ilk dəfə Cənubi Azərbaycanda 1920-ci il 23 iyun tarixində Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında yaradılmışdı. Məlumdur ki, göründüyü kimi Cənubi Azərbaycan 1-ci Dünya müharibəsi illərinə 3-cü və 5-ci variantlar aid deyil. Düzgün cavabımız C variantı olmuş olur. İkinci sualımızda müvafiq olaraq verilmiş xüsusiyyətlərin aid olduğu dövlətləri xəritədə müəyyənləşdirmək soruşulur. 1918-ci ilin avqustunda qüvvələri Bakıya daxil olmuş dövlət İngiltərə idi və avqust ayının 4-də həmin İngilis qoşunları General Densterville'in başçılığı altında Sentra-Kaspi diktaturası tərəfindən Bakıya dəvət edilir. Xəritədə İngiltərə dövləti bir olaraq qeyd olunmuşdu. 1920-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavilə imzalamış dövlət isə həm də Azərbaycan Xalq Cümhuriyyətinə həmin müqaviləyə uyğun olaraq hərbi kater geyim göndərən dövlət isə İtaliya idi. 4 nömrəli dövlətimiz də İtaliya olaraq qeyd olunmuşdu. Düzgün cavabımız 1-4 D variantı olmuş olur. Üçüncü sualımızda müvafiq olaraq verilmiş xüsusiyyətlərin aid olduğu dövlətləri xəritədə müəyyənləşdirmək soruşulur. Yenə də 1918-ci ilin avqustunda Sovet Rusiyası ilə gizli saziş imzalayan, Berlində imzalayan, həmçinin Bakı nefti vədini alan və qarşılığında Bakı şəhərinə Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı qüvvələrini buraxmamağa öhdəsinə götürən, lakin sonradan bu sazişdən imtina edən Almaniya dövlətidir. 3 nömrəli dövlətimiz Almaniyadır və 1918-ci ilin iyununda qüvvələri Azərbaycana daxil olmuş dövlət isə Osmanlı dövlətidir. Nuru Paşanın başçılığı altında 6 nömrəli dövlət Osmanlıdır və Nuru Paşanın başçılığı altında Qafqaz İslam ordusunu göndərmişdilər. Düzgün cavabımız 3-6 C variantı olmuş olur. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda baş vermiş mədəni yenilik soruşulur. 1-ci Dünya müharibəsi yenə də qeyd edirik 1914-18-ci illəri əhatə eləyir və əlavətən G variantına baxsaq, Difai Partiyasının fəaliyyətə başlaması Şimali Azərbaycandan bağlı bir hadisədir. Üsuli Cədid adlı yeni məktəblərin fəaliyyətə başlaması 19-cu əsrin ikinci yarısına təsadüf etdiyinə görə götürə bilmirik. Rus qoşunlarının ölkə ərazisinə daxil olması mədəni yenilik sayılmır, hərbi yenilikdir, yəni hərbi siyasi bir xüsusiyyətdir. İlk teatr binasının Cənubi Azərbaycanda istifadəyə verilməsi 1916-cı ilə, Milli Teatrın Cənubi Azərbaycanda əsasının qoyulması isə 1909-cu ilə təsadüf edir və 1-ci Dünya müharibəsi illərinə bu hadisələr içərisində düşən sadəcə B variantı ilk teatr binasının cənubda istifadəyə verilməsi olacaqdır. 5-ci sualımız Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü 16 iyun 1918-ci ildən 17 sentyabr 1918-ci ilə qədər davam etmişdi. Aqrar məsələni Azərbaycan Xalq Cümhuriyyəti uğurla həyata keçirə bilmir. Bakı Xalq Komissarlar Sovetinin milliləşdirmə ilə bağlı verdiyi dekretlərin ləğv edilməsi 5 oktyabr tarixinə, yəni AXC-nin Bakı dövrünə aiddir. Yeni üç rəngli dövlət bayrağının qəbul edilməsi 9 noyabr tarixinə, yəni yenə də Bakı dövrünə aiddir. Milli ordunun formalaşdırılmasına başlanılması 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövründə həyata keçirilmişdi. Parlamentin yaradılması haqqında qanun layihəsinin verilməsi isə Milli Şura məlumdur ki, 19 noyabrda öz fəaliyyətini bərpa edir və 20 noyabrda 1918-ci ildə Bakı dövründə Milli Şura parlamentin yaradılması haqqında qanunu qəbul edir. Düzgün cavabımız D variantı oldu. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatı üçün xarakterik deyil. 19-cu əsrin ikinci yarısı 1851-ci ildən 1900-cü ilə qədərki dövrü əhatə eləyir. Milli Teatrın əsasının qoyulması 1873, ilk teatr binasının istifadəyə verilməsi 1883, Avropa tipli dünyəvi təhsilin əsasının qoyulması 1830-cu ildə Şuşada Qəza məktəbinin fəaliyyətə başlaması ilədir. Üsuli Cədid adlı yeni məktəblərin fəaliyyətə başlaması 19-cu əsrin ikinci yarısında düşür və Y variantı ilk qiraətxana Nəriman Nərimanov tərəfindən 1894-cü ildə Bakıda açılmışdı. Göründüyü kimi C variantı 19-cu əsrin birinci yarısına aid bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan SSR-dən fərqli olaraq, yəni
Azərbaycan Xalq Cümhuriyyətinə aid olan, amma Azərbaycan SSR-nin fəaliyyəti ilə bağlı olmayan bir variant tapmalıyıq. Dövlət quruculuğu istiqamətində həyata keçirilmiş addımlar hər ikisinin fəaliyyəti ilə bağlıdır. Dövlətə məxsus torpaqları kəndlilər arasında bölüşdürən AXC deyil, Azərbaycan SSR edə bilibdir bunu. Neft sənayesində milliləşdirmə tədbirləri Azərbaycan Xalq Cümhuriyyəti yalnız təhsil sahəsində milliləşdirmə etdiyinə görə Azərbaycan SSR-yə aiddir bu. Seçki senzilinin ləğv edilməsi ilə bağlı konstitusiyaya maddə əlavə edilmişdir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətində konstitusiya olmamışdı. Ancaq 1-ci Dünya müharibəsi illərində yaranmışdı. Bu doğru variantdır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətə başlayanda 1-ci Dünya müharibəsi davam edirdi. Ancaq Azərbaycan Sovet Sosialist Respublikası isə 1920-ci il 28 aprel tarixində fəaliyyətə başladığına görə Y variantı AXC-nin fəaliyyətinə aiddir. Ancaq Azərbaycan Sovet Sosialist Respublikasının fəaliyyətinə aid edilə bilməz. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti üçün xarakterik cəhətləri müəyyən etmək soruşulur 8-ci sualda. Milli ordunun formalaşdırılması əlbəttə Azərbaycan Xalq Cümhuriyyəti ordu quruculuğu sahəsində atdığı addımdan formalaşdırmışdı. Yalnız təhsil sahəsində milliləşdirmə tədbirlərinin həyata keçirilməsi bəli 1918-ci il 28 avqust tarixində məktəblərin milliləşdirilməsi haqqında verilmiş qanunda bu öz əksini tapır. Azərbaycan Xalq Cümhuriyyəti Sovet işğalı ilə bağlı olaraq müəssisələr məclisinə seçkiləri keçirə bilmir. İlk dəfə qadınlara seçilmək hüququ verilir Azərbaycan Xalq Cümhuriyyətində, lakin cümləni axıra qədər oxumaq lazımdır. Konstitusiyanın qəbul edilməsi yanlış variantdır. Çünki qadınlara seçilmək hüququ vətəndaşlıq haqqında qanunla verilmişdi. Dağlıq Respublikası və Qacarlar dövləti ilə əlaqələr Azərbaycan Xalq Cümhuriyyətində yaradılır. Düzgün cavabımız 1-2-5 Y variantı olacaqdır. 9-cu sual. 20-ci əsrin əvvəllərində Cənub və Şimali Azərbaycan tarixinə aid oxşar xüsusiyyətləri müəyyən etmək soruşulur. Konstitusiyalı monarxiya dövlət quruluşunun yaradılması ortaq cəhət ola bilməz. Şimali Azərbaycanda belə bir quruluş yoxdur. İlk fəhlə tətillərinin baş verməsi Şimali Azərbaycanda 19-cu əsrin 70-ci illərindən başlayır. Milli azadlıq mübarizəsinin güclənməsi bəli həm şimalda, həm cənubda milli azadlıq mübarizəsi var. Cənubda 1917-20-ci illər milli azadlıq hərəkatı, Şimali Azərbaycanda isə 1918-ci ilə qədərki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına qədərki dövr milli azadlıq hərəkatı olaraq qiymətləndirilir. Ərazilərinə ingilis qoşunlarının daxil olması bəli Cənubi Azərbaycan 20-ci əsrin əvvəllərində 1-ci Dünya müharibəsi illərində Rus qoşunları Cənubi Azərbaycanı tərk etdikdən sonra İngilis qoşunları Cənuba daxil olmuşdular. Şimala isə 1918-ci ilin avqust ayında general Denstervilin qüvvələri gəlmişdi. Doğrudur. Ermənilər tərəfindən yerli əhaliyə qarşı soyqırımların törədilməsi bəli Cənubda Urmu bəlası 20-ci əsrin əvvəllərində, şimalda isə Mart soyqırımı buna misal ola bilər. 3-4-5 C variantı düzgün cavabımız oldu. 10-cu sual. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycan 1-ci Dünya müharibəsi yenə də qeyd edirik 1914-18-ci illəri əhatə eləyir. Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycana aid bir xüsusiyyət tapmalıyıq. Bizim tapacağımız xüsusiyyət Cənubda olmayıb, şimalda olmalıdır. Xarici kapital üstünlük təşkil eləyirdi. Hər ikisində də üstünlük təşkil edibdir. İlk insar birlikləri Şimali Azərbaycanda 1893-cü ildə meydana gəlmişdi. Müstəqilliyə malik milli hökumət Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətidir. Bəli, 1918-ci ildə 1-ci Dünya müharibəsi illərində var. Ancaq Cənubda müstəqilliyə malik milli hökumət olmamışdır. Mövcud rejimə qarşı xalq çıxışları başlanmışdı. Variantı yanlışdır. Çünki Şimali Azərbaycanda mövcud rejimə qarşı xalq çıxışları 19-cu əsrdən bəri var idi. Ermənilər tərəfindən əhaliyə qarşı soyqırımlar həm şimalda, həm cənubda törədilmişdi. Ona görə oxşar xüsusiyyətdir. Sxemə uyğun gələn variantı müəyyən etmək soruşulur. İbrahim ağa Vəkilova aid 2 xüsusiyyət müəyyənləşdirilməlidir. Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə idi. Müdafiə təşkilatının əsasını İbrahim ağa Vəkilov qoyub. Çara ünvanlanan ilk proqram sənədi olan Ərsallar adlı xahişnaməni Əlimərdan bəy Topçubaşov ünvanlayıb. Lodz əməliyyatında Rus ordusunu mühasirəyə düşməkdən xilas edən Səməd bəy Mehmandarovdur və 1-ci Dünya müharibəsi illərində Çarizmin ordusunda hərbi topoqraf kimi fəaliyyət göstərmiş general-mayorumuz İbrahim ağa Vəkilov idi. 5-ci bənddə düzgündür. Düzgün cavab A variantı olmuş oldu. 12-ci sual Cənubi Azərbaycanın inqilablar tarixini əhatə eləyir və biz qeyd edək ki, məşrutə hərəkatı 1905-11-ci illəri, Şeyx Məhəmməd Xiyabani hərəkatı 1917-20-ci illəri, 21 Azər hərəkatı isə 1941-46-cı illəri əhatə
edir. Hərbi şuranın təşkil edilməsi Məşrutə hərəkatı dövrünə aiddir. İctimai İdarə Heyətinin təşkil edilməsi 20-ci ilin aprel üsyanına başçılıq etmək üçün Xiyabani tərəfindən təşkil edilmişdi. Konstitusiyanın qəbul edilməsi və məclisin çağırılması barədə tələblər Məşrutənin tələbləri idi. Təbriz Universiteti 1946-cı ildə Seyid Cəfər Pişəvəri hərəkatı dövründə fəaliyyətə başlamışdı. Təbrizdə pulsuz qız məktəbi isə Şeyx Məhəmməd Xiyabaninin demək hərəkatı zamanı açılmışdı. Demək düzgün cavabımız B variantı olmuş olur. Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Antanta Ali Şurası tərəfindən de facto tanınmasından sonra Bakıda diplomatik nümayəndəliklər açdırmış dövlətlərdən biri xəritədə yanlış göstərilmişdi. Demək burada bir nömrəli dövlətimiz Belçikadır. Belçikanın Bakıda səfirliyi fəaliyyətə başlamışdı. 2 nömrəli dövlət Hollandiya, Niderlandın fəaliyyətə başlamış səfirliyi var idi. 5 İsveçrənin Bakıda səfirliyi fəaliyyətə başlamışdı. 3 Finlandiyanın Bakıda səfirliyi var idi. Ancaq 4 nömrəli dövlətin Rumıniyanın Bakıda Antanta Ali Şurası tərəfindən de facto tanınmağımızdan sonra bir diplomatik nümayəndəliyi mövcud olmamışdı. 14 nömrəli sualda demək 14 nömrəli sualda isə biz cədvəldə verilmiş hadisələrdən hansılarının yerləri dəyişdirilsə, xronoloji ardıcılıq düzgün alınar. Əlmərdəməy Topçubaşov və Woodrow Wilson 1919-cu ilin 28 may tarixində görüşürlər. Lənkəranda separatçı ünsürlərin yaratdığı, yəni bolşeviklər tərəfindən təşkil edilmiş Muğan Sovet Respublikası 1919-cu ilin avqust ayında 4-cü hökumət kabinetinin fəaliyyəti dövründə ləğv edilir. Demək, Denikinin hərbi qüvvələrinə qarşı Gürcüstanla müqavilənin imzalanması 1919-cu ilin iyununa aiddir. London konfransında Azərbaycan Xalq Cümhuriyyəti nümayəndələrinin iştirak etməsi 20-ci ilin fevralına təsadüf eləyir. AXC Qacarlar arasında dostluq müqaviləsinin imzalanması isə 1920-ci ilin mart ayına təsadüf eləyir. Burada göründüyü kimi may ayından dərhal sonra iyun ayı gəlməli, daha sonra avqust ayı gəlməlidir. Ona görə də 2 və 3-cü bəndlərin yeri dəyişilməlidir. Düzgün cavabımız C variantı olur. 15-ci sualda uyğunluğu müəyyən edək. AXC-nin daxili siyasəti. İlk öncə biz kabinetlər dövrünü müəyyənləşdirməzdən əvvəl AXC-nin daxili siyasətinə aid olmayan variantları silməliyik. Qərb dövlətləri tərəfindən Qərb dövlətləri ilə ilk dəfə yaxınlaşmağa başlanılması demək xarici siyasətə aiddir. Paris Sülh Konfransına nümayəndə heyətinin göndərilməsi xarici siyasətə aiddir. Hökumətimizin de facto yaxud da de jure şəkildə tanınması xarici siyasətdir. İlk demək İtaliya və Gürcüstan ilə əlaqələrin yaradılması xarici siyasətdir. Fətəxan Xoyski kabinetləri məlumdur ki, 1-ci, 2-ci və 3-cü hökumət kabinetləridir. Nəsib bəy Yusifbəyli kabinetləri isə 4 və 5-ci hökumət kabinetləridir. Araz Türk Respublikasının yaradılması əslində daxili siyasət kimi görünsə də, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlılığı yoxdur. Çünki Araz Türk Respublikasının Naxçıvan bölgəsini erməni ünsürlərindən qorumaq üçün, daşnaqlardan qorumaq üçün Naxçıvan vətənpərvərləri öz aralarında yaratmışdılar. A variantını Xoyski kabinetinə götürə bilmərik. Ancaq milli pul vahidinin Bakı bonunun dövriyyə buraxılması Xoyski kabinetinin 2-ci kabinetinin demək fəaliyyəti dövrünə aiddir və bu 1918-ci ilin sentyabr ayına təsadüf eləyir Bakı dövrünə. Bakıya köçdükdən sonra D variantı 1-yə aid olur. Nəsib bəy Yusifbəyli Xəzər dənizində ingilislərin 1919-cu ilin avqustunda qoyub getdikləri gəmilər hesabına özünə demək Azərbaycan ərazisində ilk hərbi donanmanı yaratmış olur. B variantı doğrudur. İlk hərbi nazirlik 1918-ci ilin noyabr ayının 1-də təşkil edilmişdi. Bu da 2-ci hökumət kabinetinin, yəni Xoyski kabinetinin fəaliyyəti dövrünə aiddir. Düzgün cavabımız 1-ə D, 2-yə B variantı olmuş oldu. Uyğunluğun pozulduğu soruşulan sualda isə Azərbaycan Xalq Cümhuriyyətinin ticarət azadlığı 27 iyun 1918-ci ildə elan edilmişdi. Bu 2-ci hökumət kabinetinin fəaliyyəti dövrünə aid olur. Sovet Rusiyası ilə Almaniya arasında 1918-ci ilin 3 mart tarixində imzalanmış müqavilə Brest-Litovsk idi, düzdür. Cənubi Qafqaz Seymi qarşısında Osmanlı dövləti tələblər irəli sürür Trabzon konfransında. O tələblərdən biri müstəqilliyin elan edilməsi idi, doğrudur. Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbi ilk dəfə 1917-20-ci illər azadlıq hərəkatı dövründə, yəni Xiyabani tərəfindən irəli sürülmüşdü. Məşrutə hərəkatı dövründə 1905-11-ci illərdə belə bir tələb yox idi. Trabzon konfransı isə 1918-ci ilin mart-aprel aylarında, yəni 1-ci Dünya müharibəsi illərində keçirilmişdi. Düzgün cavabımız D variantı olmuş olur. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ziyalıları və ya nazirlərindən hansına aid xüsusiyyət verilməmişdir. Mudros müqaviləsinin Azərbaycana aid maddəsinə etiraz etmiş Əlimərdan bəy Topçubaşovdur. Milli Şuranın sədri olmuş şəxs Məmməd Əmin Rəsulzadədir.
Parlamentə müəyyən müddət rəhbərlik etmişdir. Əlimərdan bəy Topçubaşov parlamentin sədri təyin olunsa da, ölkədə olmaması səbəbindən, müəyyən səbəblərdən Həsənbəy Ağayev və Məhəmməd Yusif Cəfərov bu vəzifəyə layiq görülürlər. Yəni onun müavinləri bu vəzifəni icra edirlər. Nazirlər Şurasının, yəni Nazirlər Kabinetinin ilk sədri isə Fətəli xan Xoyskidir. Birinci hökumət kabinetində onun rəhbərliyi ilə fəaliyyətə başlamışdı. Məlumdur ki, Məhəmməd Həsən Hacınskiyə aid heç bir xüsusiyyət tapa bilmədik. 18-ci sual 1917-ci ildə Cənubi Rusiyada Fevral Burja Demokratik İnqilabının qələbə qazanması və çarizmin devrilməsi zamanı Cənubi Azərbaycanın Rus qoşunları geri çəkildikdən sonra əhali arasında böyük ruh yüksəkliyi və ümidlərə səbəb olur. Beləliklə Cənubi Azərbaycanda xalq çıxışları güclənir və milli azadlıq mübarizəsi başlayır. Məlumdur ki, bu mətndə bəhs edilən proses 1917-20-ci illər Milli Azadlıq Hərəkatı dövrünə aiddir Cənubda, yəni Şeyx Məhəmməd Xiyabaninin hərəkatından bəhs edəcəyik. Bunun nəticəsində əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün iyanə, yardım, ərzaq məhəllə komissiyalarının fəaliyyətə başlaması doğrudur. Bir olmayan variantımızı silirik. Cənubi Azərbaycan tarixində Pəhləvilər sülaləsi 1925-79-cu illərdə hakimiyyətdə olmuşdu. Hərəkat da 1917-20-ci illəri əhatə etdiyinə görə məlumdur ki, Şeyx Məhəmməd Xiyabaninin hərəkatı Qacarlar sülaləsinə qarşı ilk dəfə muxtariyyət tələbinin irəli sürülməsi ilə bağlıdır. İkinci bəndimiz yanlışdır. Şah hökumətinin nümayəndəsi əhalinin təkid və tələbləri ilə Təbrizdən uzaqlaşdırılır. Bəli, vüsuqut dövlət Təbrizdən uzaqlaşır. Üçüncü bənd də doğrudur. Mövcud rejimə qarşı mübarizə aparmaq üçün ilk dəfə fədai dəstələri məşrutə hərəkatı dövründə təşkil edilibdir. Səttarxan tərəfindən. Dördüncü bənd yanlışdır. Daxili və xarici müstəqilliyə malik milli hökumət yaradıldı. Milli hökumət muxtar qurum kimi fəaliyyət göstərib Xiyabaninin başçılığı altında müstəqilliyə malik deyildi. 1-3 düzgün cavabımız B variantı. 19-cu sualda Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu, qonşu dövlətlərlə münasibətlər və sosial-iqtisadi tədbirləri ilə bağlı uyğunluğu müəyyən etmək soruşulur. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti prezident vəzifəsi təsis etməyib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şura adlı qanunverici orqanı yarada bilməz. Çünki Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan edilməsindən bir gün əvvəl 27 may tarixində yaradılmışdı. Müəssislər Məclisinə seçkilərin keçirilməsi haqqında əsasnamə qəbul edilib, bəli, ancaq seçkilər keçirilə bilməyib. Qonşu dövlətlərlə münasibətlər Tiflisdə Azərbaycan səfirliyi və Bakıda Gürcüstanın səfirliyi fəaliyyətə başlayır. A variantı düzgündür. Qacarlarla dostluq müqaviləsi imzalamışıq, hərbi deyil. Sovet Rusiyası ilə dostluq hərbi əməkdaşlıq əlaqələri qurula bilinməyib. C variantı da yanlışdır. Aqrar qanun sosial-iqtisadi sahədə tam şəkildə həyata keçirilə bilinmir. Sovet işğalı ilə bağlı olaraq xüsusi mülkiyyətə icazə verilir. Bəli, ancaq xüsusi mülkiyyətin ifrat dərəcədə artmasına Azərbaycan Xalq Cümhuriyyəti qarşı idi. Lakin xüsusi mülkiyyətin normal həddə müəyyən edilməsinə icazə verilir. Qiymətli metalların və ərzaq məhsullarının xaricə daşınması qadağan edilirdi. Bəli, bu da düzgün variantdır. Düzgün cavabımız olur D bəndi. 20-ci sualda isə xüsusi Cənubi Qafqaz Komitəsindən fərqli olaraq komissarlıq və Seymin fəaliyyətinə aid xüsusiyyətlər soruşulur. Məlumdur ki, komitə 1917-ci il Fevral Burja İnqilabından sonra martda fəaliyyətə başlayır, ta ki oktyabr çevrilişindən sonra noyabrda fəaliyyətini dayandırır. Komissarlıq isə 1917-ci ilin noyabrında fəaliyyətə başlayır. 1917-ci ilin noyabrında fəaliyyətə başlayır. 1918-ci ildə fevral ayında buraxılır. Seym isə 1918-ci ildə fəaliyyətə başlayır fevralda və buraxılır may ayının 26-sında Gürcüstanın Seymi tərk etməsi ilə. Birinci Dünya Müharibəsi ərəfəsində təşkil edilməsi komitədən fərqli olaraq komissarlığa aid edilə bilməz. Çünki hamısı həm komitə, həm komissarlıq, həm Seym Birinci Dünya Müharibəsi illərində təşkil edilmişdilər. Osmanlı dövləti ilə Brest-Litovsk müqaviləsini imzalamışdır. Xeyr, komissarlıq Osmanlı dövləti ilə Ərzincan müqaviləsini imzalayır. Brest-Litovsk müqaviləsi Sovet Rusiyası və Almaniya arasında imzalanmışdı. Komissarlığın fəaliyyəti dövründə Şəmkir stansiyasında 1918-ci ilin yanvar ayında Rus polku tərki silah edilərkən silahlı toqquşma baş vermişdi. C variantı komitədən fərqli olaraq komissarlığa aiddir. Seym isə Sovet hakimiyyətini tanımaqdan imtina etmişdir. Xeyr, komitə elə özü Sovet hakimiyyətini tanımaqdan və komissarlıq Sovet hakimiyyətini tanımaqdan imtina etmişdilər. A variantı yanlışdır. Zəfərin elan edilməsi 22 aprel 1918-ci il tarixinə təsadüf etdiyinə görə Seymin fəaliyyəti ilə bağlıdır. Birinci Dünya Müharibəsi dövründə Tiflis şəhərində təşkil edilmişdir. Elə komitə də Birinci Dünya Müharibəsi illərində Tiflis şəhərində təşkil edilibdir. C variantı da oxşar xüsusiyyətli fərqli cəhət ola bilməz. 1-ə C, 2-yə B variantı, düzgün cavabımız D bəndi olur.
olmuş olur. 21-ci sualda 1-ci Dünya müharibəsi dövründə Çar ordusunun tərkibində xidmət etmiş Azərbaycan zabitlərinə aid uyğunluğu müəyyən etmək soruşulur. Tam artilleriya generalı rütbəsinə layiq görülən şəxs Səməd bəy Mehmandarovdur. 3-ə A variantını yazırıq. Daha sonra Cənub-Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmiş Hüseyn xan Naxçıvanskidir. Müqəddəs Georgi ordeninə layiq görülən ilk Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovdur. Artilleriya zabitlər məktəbinin rəisi olan və Rus artilleriyasının Allah'a adlandırılan şəxs isə Əlağa Şıxlinskidir. 1-ə D, 2-yə C, 3-ə A və 4-ə B düzgün cavabımız D bəndi olmuş olur. Bizdən 22-ci sualda milli partiya və təşkilatlarımızın xüsusiyyətlərinə aid yanlış bəndi yaxud bəndləri müəyyən etmək soruşulur. Müsəlman Gənclik Təşkilatı müstəmləkə əsarətinə qarşı çıxmaq üçün yaradılıbdır. Məmməd Əmin Rəsulzadə tərəfindən 1-ci bənd düzgündür. 1-ci bənd yanlış olmadığına görə onu variantlardan silirik və fikir versək variantlarda hamısı ifadəsi də işlənibdir. Variantların hamısının yanlış olmadığını da görürük. Fakt odur ki, 1-ci bənd düzgündür. Türk federalistlər Rusiya hüdudlarında federativ dövlət quruluşu tələbi irəli sürürdülər, lakin Hacınski tərəfindən yox, Nəsif bəy Yusifbəyli tərəfindən yaradılmışdı. 2-ci bənd yanlışdır. Difai partiyası erməni qırğınlarına qarşı mübarizə aparmaq üçün yaradılıb, lakin Əhməd bəy Ağayev tərəfindən yaradılıb. Əlişbər bəy Rəfibəyov Qeyrət partiyasını yaratmışdı. Qeyrət partiyası müsəlmanların dini birliyini deyil, Rusiyanın federativ dövlət quruluşu olması tələbini ilk dəfə irəli sürülən ilk milli partiyamızdır. Müsəlmanların dini birliyini Müsəlmanlıq İttihat partiyası irəli sürürdü və Qeyrət partiyasında həmçinin Əhməd bəy Ağayev yox, Əlişbər bəy Rəfibəyov yaratmışdı. 4-cü bənddə yanlışdır. Hümmət isə Azərbaycan fəhlələri arasında inqilabi siyasi iş aparmaq üçün Mövsümov və Rəsulzadə tərəfindən yaradılmışdı. 5-ci bənddə düzgündür. Yanlış olan bəndlərimiz 2, 3, 4. Eyni ildə baş vermişdi. Ümumrusiya müsəlmanlarının 1-ci qurultayının keçirilməsi 1905-ci il, Azərbaycan müəllimlərinin 1-ci qurultayı 1906-cı il, Müsavat partiyasının 1-ci qurultayı 1917-ci il, Ümumrusiya müsəlmanlarının 2-ci qurultayı 1906-cı il, Çar 2-ci Nikolayın Qafqaz yerli süvari diviziyasının yaradılması haqqında qərarı isə 1914-cü il 1-ci Dünya müharibəsi dövrünə təsadüf eləyir. Göründüyü kimi eyni ilə düşən hadisələrimiz 2 və 4-cü bəndlər olmuş olur. 24-cü sualda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlmərdan bəy Topçubaşovdur. 1-ci bənd düzgündür. 5-ci hökumət kabinetinin sədri Nəsif bəy Yusifbəylidir. 5-ci bənd düzgündür. AXC-nin ilk hökumətinin, yəni 1-ci hökumətin hərb naziri isə Xosrov bəy Sultanovdur. 4-cü bənddə düzgündür. Düzgün cavablarımız 1, 4, 5 olmuş oldu. 19-cu əsrin ikinci yarısından etibarən bir çox Azərbaycan şəhərlərində Üsul-i Cədid adlı məktəblər fəaliyyətə başlamışdı. Bəli. Verilmiş xəritədə həmin məktəblərin fəaliyyət göstərdiyi əraziləri müəyyən etmək soruşulur. 2 nömrəli ərazi Gəncədə Üsul-i Cədid məktəbi fəaliyyətə başlamayıb. 1 nömrəli ərazi Naxçıvanda Üsul-i Cədid məktəbi Məmməd Ağı Sidqi tərəfindən fəaliyyətə başlamışdı. 4 nömrəli ərazi Şuşada Mir Möhsün Nəvab tərəfindən Üsul-i Cədid məktəbi fəaliyyətə başlamışdı. 5 nömrəli ərazi Şamaxıda Seyid Əzim Şirvani tərəfindən Üsul-i Cədid məktəbi fəaliyyətə başlamışdı. 3 nömrəli ərazidə Bakıda isə Üsul-i Cədid məktəbi fəaliyyət göstərməyib. Bu sualda da düzgün cavabımız 1, 4 və 5 olmuş oldu. Xronoloji ardıcılığı müəyyənləşdirmək sualında isə Gəncədə Müsəlman məktəbinin fəaliyyətə başlaması 1849-cu ilə təsadüf eləyir. Şuşada İlk Avropa tipli dünyəvi təhsil müəssisəsinin açılması 1830-cu ildir. İlk Azərbaycan bədii filmi Neft və Milyonlar Səltənətində 1916-cı ilə təsadüf eləyir. Cənubi Azərbaycanda teatrın əsasının qoyulması isə 1909-cu ildir. Bu sualda düzgün cavabımız 2, 1, 4 və 3 formasında olmalıdır. Cənubi Azərbaycan 20-ci əsrin 1-ci 10 illiyində, yəni 1901-1910-cu illərdə və 20-ci əsrin 2-ci 10 illiyində, yəni 1911 və 1920-ci illərdə Milli Azadlıq Hərəkatı baş verdi. 1-ci 10 illikdə Milli Azadlıq Hərəkatı olmamışdı. Təbrizdə ilk fədai dəstələri formalaşdırıldı. Bəli, 1908-ci il üsyanı zamanı Təbrizdə fədai dəstələri formalaşdırılır. Bakı XKS qoşunları tərəfindən Gilanda Sovet hakimiyyətinin qurulduğu elan edildi. Variantının özündəki yanlışlıq Bakı XKS qoşunları tərəfindən qurulmayıb. Əlavətən də Gilanda Sovet hakimiyyətinin elan edilməsi 20-ci ilə təsadüf eləyir. Bakı XKS etməyib bunu. Muxtariyyət əldə edildi. Bəli, 1920-ci ilin 23 iyun tarixində muxtariyyət əldə edilir. Konstitusiya qəbul edildi. Xeyr, Konstitusiya əslində 1906-7-ci illərdə məşrutə hərəkatı dövründə müəyyən müddətlik qəbul
qəbul edilmişdi. B variantı yanlışdır. Azərbaycan Demokratik Firqəsi ilk dəfə fəaliyyətə başladı 1917-ci ilə təsadüf eləyir. Burada isə düzgün cavabımız 1-ə B, 2-yə A və C variantları olmuş olur. Situasiyamızda isə oxusaq, konfransda Zaqafqaziyanın Gürcü və erməni nümayəndələri Brest müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz edirlər. Lakin türklər bildirirdilər ki, Cənubi Qafqaz hökumətinin Brest sülhündə marağı və mənafeyi olduğu üçün o beynəlxalq hüquq normalarına cavab verən prinsiplər əsasında qurulmalı və digər dövlətlər tərəfindən tanınması üçün tədbirlər görülməlidir. Ona görə Cənubi Qafqaz hökuməti hətta indi tanınsa belə əvvəlki hüquqi prinsiplərə etiraz edə bilməz. Çünki həmin hökumət Brest danışıqlarında iştirak etməkdən imtina etdiyi və özünün Rusiyanın tərkib hissəsi olduğunu bildirmişdi. Odur ki, Osmanlı nümayəndəliyi onların Brest sülhü haqqında etirazını rədd etdi. Sualdan və bu situasiyadan, mənbədən məlum olduğu kimi konfransımız Trabzon konfransıdır. Çünki Brest müqaviləsinin Qafqaza dair maddələrinə Cənubi Qafqaz Seymi Trabzon konfransında mart-aprel 1918-ci ildə etiraz edirlər. Və bu situasiya qeyd etmək lazımdır ki, bir neçə il bundan əvvəl qəbul imtahanında düşmüşdü. 2020-ci ilin qəbul imtahanına təsadüf eləyir. Konfransda Osmanlı hökumətinin Cənubi Qafqaz hökumətinin qarşısında qoyduğu mənbədə göstərilməyən iki tələbi müəyyən edib yazmaq soruşulur. Birinci tələb ondan ibarət idi ki, Cənubi Qafqaz Seymi özünün müstəqilliyini elan etməlidir. İkinci tələb ondan ibarət idi ki, hansı ki Brest sülhünə əsasən Rusiyanın Osmanlı dövlətinə 1878-79-cu il, 77-78-ci illər müharibəsi zamanı əldə etdiyi Qars, Batum və Ərdahan bölgələri tez bir müddətdə boşaldılmalı və Osmanlıya təhvil verilməli idi. Tarixi biliklərimizə əsasən Seymin erməni və gürcü nümayəndələrinin Osmanlı dövlətinin tələblərini rədd etməsinin 3 nəticəsini yazmaq soruşulur. Birinci ondan ibarətdir ki, Azərbaycan tərəfinin etirazlarına baxmayaraq Osmanlının tələblərini rədd edən Gürcü və erməni nümayəndələri Osmanlıya müharibə elan edirlər. Seymin erməni və gürcü fraksiyaları Osmanlıya müharibə elan edirlər. İkinci, həmin müharibədə Osmanlı qələbə qazanır, yaxud yaza bilərik erməni və gürcü nümayəndələri məğlub olurlar, Osmanlı qələbə qazanır. Demək, üçüncü maddə isə ondan ibarətdir ki, Cənubi Qafqaz məcbur qalaraq özünün müstəqilliyini elan edir, yaxud Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradılması, yəni 1918-ci ilin aprel ayının 22-sində Cənubi Qafqaz Seymi özünü müstəqil elan etməsi haqqında qərar vermiş olur. Bütün bunlar bu sualın 3 nəticəsini əhatə edə bilər. Belə hörmətli abituriyentlər, sağ olun, salamat qalın, kanala abunə olub videoyu bəyənməyi və şərh yazmağı unutmazsınız.